Salam, hər vaxtınız xeyir olsun. Mən bugün OTK Biologiya 20 sınaq test toplusundan 13-cü sınaqdan 15-ci sualın izahını vermək istəyirəm. Sualda deyilir ki, uzaq hibridləşmə zamanı 12 xromosomlu sperm 7 xromosomlu yumurta hüceyrəni mayalandırmışdır. Karpachenko metodunun tətbiqindən sonra alınan hibridin bir yarpaq, bir sperm və bir endosperm hüceyrəsinin xromosomlarının minimum sayının cəmi neçə olar? Əvvəlcə onu qeyd edeyim ki, Karpachenko metodu tətbiq edildikdən sonra somatik hüceyrənin xromosom sayı 4n-ə bərabər olur. Yəni 2n üstəgələk 2 diploid bitkilər toplanır və tetraploid bitki alınmalıdır. Demək, burada əgər 12 xromosomlu sperm varsa, demək n bərabərdir 12-dir. Onda 2n'imiz bərabərdir 24 olur. Sonra 7 xromosomlu yumurta hüceyrə deyirsə, demək n'in qiyməti 7-dirsə, 7 xromosomu varsa 2n bərabərdir 14 olur. Onda Karpachenko metodunda 2n üstəgələk 2n, yəni xromosom sayı artırılır ki, meyozun birinci profazasında konjugasiya edə bilən xromosomlar olsun. 4n olur. Demək, toplayırıq. 24 üstəgələk 14 bərabərdir 38 olur. Demək, somatik hüceyrəsindəki xromosom sayı 38-dir. Bizdən isə deyir, bir yarpaq, yəni yarpaq hüceyrəsi ilə 38-ə bərabər olur. Bir sperm üstəgələk n, yəni 19-a bərabər olur. Yəni 38-in yarısı 19-dur. Üstəgələk bir endosperm hüceyrəsi deyirsə 57-yə bərabər olur. Bunların da xromosom saylarının cəmi 114 olur. Doğru cavabımız olur A variantı.